bəzi şeylər var ki, onlar qəbul olunmazdı. Təbii. Mənim aləmimdə. Təbii. Amma mən halbuki o şeylərə dözmüşəm. Mən bildim. Mən yoldaşımı çox sevmişəm. Və sevdiyim üçün hər şeyə göz yummuşam. Deyirlər xəyanət. Bilirsiniz necədir? Xəyanətə görə ailə dağılmır. Bəli. Xəyanət mənə hətta bunu heç yerdə deməmişəm. Mənə hətta bir dəfə bir adam dedi ki, bəs həyatında var sənin yoldaşının belə elə. Dedim, mən heç vaxt kiməsə görə mən yoldaşımdan ayrılmaram. Mən bu sözü ona demişdim. Bəli. Demişdi, ay qız, niyə elə? Dedim, xeyr, əsla. Niyə mən ayrılım, ona hədiyyə eləyim? Ay sağ olun. Niyə? Ay sağ olun. Niyə? Amma bəzi şeylər var ki, o xəyanətdən də Pis olur. pis təsir edir insana. Vallahi. Yəni, danışırlar bilmədən, deyirlər çox şeyi, amma düzünü mən də bilirəm, düzünü o insan bilir, amma bəzən düzünü bilən insan belə danır. Dediyi sözü danır. Amma mən bildiyimə, gördüyümə inanan insanam. Ən çox da bəzən deyirlər ki, bu gözündən o gözünə etibar yoxdur insanın. O da düzdür. Bəli. Amma yenə də mən sadəcə demək istəyirəm ki, bugün burada mən bu haqda burada danışıram, mən heç yerdə danışmayacağam. Çünki hər zaman demişəm, çünki məni çox qınayırlar. Elə bilirlər ki, mən özüm istəyirəm ki, aparıcı mənə bu sualı versin. Xeyr. Yox, bu etirafdır. Burada hamı gəlib. Yox, başqa verilişlərdə. Deyirlər ki, özü deyir, özü nə bilim açır söhbəti. Xeyr, özüm açmıram. Mənə ehtiyac da yoxdur. Bəli, mən istəməmişəm. Çünki mənim aşağı sənətim də yoxdur ki, deyim, hə, mən oturum ancaq elə ailədən danışım, problemlərdən danışım, gündəmə gəlim, xeyr. Şükür Allah, mən uşaqlığımdan 5-6 yaşımdan oxuyuram, 9 yaşımdan toylar oxuyuram.